Gəlib yaralıları başına. Bunu mən dünən sıra gün çəkmişdim, belə şey yox idi. Təzə gəliblər, təzədən başlarından atıblar. Atmayıblar, skalpı kəsiblər. Qalbını kəsiblər. 50-dən artıq bizim meyitlərimiz səpələnir. Və ən böyük məni bu günəcən dəhşətə gətirən və mən deyirəm, başa düşməyən odur ki, mən göydən çəkdim, meyitlərin arasında bizim 10 nəfər sakitçi gəzir. Ağdamlar, hərbi paltarda, onların çəkilişi də var, üzləri də və s. Sakitçi meyitlərin arasında gəzir. Mənə bu günəcən amma deyilirdi ki, nə badə, orada meyit yoxdur, bir ikincisi də orada heç kim gedib çıxmaq olmaz, ermənilər və s. Və biz gəlib, mənə də nə badə demək və biz gəlib nəhayət vertolyotla ora düşən kimi birdən niyəsə vertolyotların üçü də qayıtdı Ağdama və o 10 nəfər də əyarla, necə ki gəlmişdilər ora əyarla da o dəqiqə getdilər və biz 6 nəfər qalıb orada, 5-6 nəfər. Bəli, vertolyotlar qayıtdılar Ağdama. Ağdama gənədir, kiliş şerli. Şerlidə onları maşın gördü. Biz isə ora düşəndən sonra 45 dəqiqə biz orada meyitlərin arasında olduq, çəkiliş apardıq. Naxçıvanik Əsgəran yanında o avtomobil yolundan 25 metrə qıraqlıqda. 2 dənə ermənilərlə dolu maşın keçdi, bizi gördü və biz əyarla Ağdama qayıtmağa başladıq. Bir dənə də orada güllə atılmadı. Və mən bu günəcən başa düşmürəm. Niyə? Bizim postdan 600-700 metrə qıraqda olan meyitləri arasında bizim aramla 10 nəfər sakitçi gəzə-gəzə o meyitlər gətirilmir. Amma niyəsə Xocalıdan danışıqlar aparılırdı onda, siz bilirsiniz, və Cücbəlanla meyitlər dəyişilir. Güya ki, siz demirsiniz ki, Əşrov, Rus demişdən, Zapadyan, ermənilər orada bizimkiləri gözləyir, nə vaxtda oraya getmək olmaz və ona görə güya ki, ermənilər gəlib orada cəmaat.